Ona görə qərar verdim ki, Allahı tanımaq üçün onun sifətləri, özdə hansı sifətləri? Da insanların qoyduğu adlar yox. Biri Tanrı, Tarih. Mən onun tərəfdarı deyirəm. İndi deyəcəm, dəlilini də deyəcəm. Allah Quranda və Peyğəmbər və Ali Peyğəmbərin kəlamlarında necə adlanıbsa, elə adlandırmaq lazımdır. Hansı ad ki, Quranda gəlməyibsə və hədislərdə gəlməyibsə, o adla Allahı çağırmaq, demirəm haramdır, demirəm şirkdir, demirəm günahdır, amma ən azından tohidə müxalifdir. İmamların kəlamına müxalifdir. İndi oxuyacağım hədisləri, özü də görəcəksiniz. Bir dənə də hədis deyir, iki dənə də deyir. Mən nümunə üçün 2-3 dənə seçmişəm, amma çoxdur bu barədə hədislərimiz. İmam Əli əleyhissalam buyurdu: "Ma dallakal Qur'an alayhi min sifatihi fattabi'." Qur'anda Allahın sifətinə dəlalət eləyənlərin ardınca gedin. Fattabi'. Yəni Qur'anda Allah özü necə adlandırıb, onun ardınca gedin. Liyusila beynəkə və beynə ma'rifətihi. Sizi Allah öz mərifətinə yetişdirsin. Yəni o adlar vasitəsilə Allahı tanıyasınız. Və ətəmmə bihi və istədri'u bi nuri hidayəti. Və onun Allahın hidayət nuru ilə işıqlanasınız. İmam Sadiq əleyhissalam buyurdu: "İnnel məzhəbə səhih." Doğru yol, məzhəb yola deyərlər. Məzhəb ərəb dilində tərcümədə yoldur. O bəziləri məzhəb sözündən qorxur, diskinir. Amma məzhəbçi deyir, amma məzhəbçi deyərlər. Məzhəb nədir? Yəni yol. Yol. Allah'a gedən bir yol var yoxsa yox? Peyğəmbərə gedən yol var yoxsa yox? Biz Peyğəmbər görmüşük. 1400 il bundan qabaq yaşayıb, hə? Görməmişik ki. Yaxşı, Peyğəmbərin namazını qılmaq istəyirəm, orucunu tutmaq istəyirəm, Peyğəmbərin buyurduqlarını əməl eləmək istəyirəm. Onu hansı yolla ələ gətirirsə? Hansı yolla? O bəziləri var ki, bunlar elə təzə bir şey kəşf eləyiblər. Mən musalmanam. Mən məzhəb qəbulləmirəm. Mən musalmanam. Demək ki, biz də musalman idik. Amma sən mənə sual ver. Musalman yəni Peyğəmbərə iman gətirən, İslam'a iman gətirən. İslam dinin bizə çatdırır Peyğəmbər salavatla. Sən mənə de görün, Peyğəmbərin o gətirdiyi dinən hansı yolla çatırsan? Dinən bunu. Desən, özüm o zamandan gəlirəm, düzdür. Desin ki, mənə vəhiy gəlir, Cəbrail mənə də xəbər gətirir, düzdür. Yaxşı, bir yol var da, o yolla ələ gətirir. Hansı yolla? Hansı yol? Axı bir yol olmalıdır da, düzdür. Məzhəb bu demək. Məzhəb dinin inkarı deyir ki. Məzhəb İslamın müqabilində deyir, əzizlərim. İslam və məzhəb. Yox, bunu bu cür təqdim eləmək yanlışdır. Məzhəb İslama çatmaqdan ötürüdür. Yoldur, yol. Bəli, biz həmən yolu, Peyğəmbərə gedən yolu Əli və övladı Əli ilə gedirik. Xanım Fatimə Zəhra ilə gedirik. Həzrət Əli ilə gedirik. İmam Həsən ilə gedirik. İmam Hüseyin və onun balaları ilə. Burada nə eyb var ki, mən bunu inkar deyiliyim? Əslində bu gözəllikdən başqa bir şey deyir ki. Elə bir gəlmirsən məscidə maşinlə, amma gizlədirsən. Yox, mən bir yolla gəlmirsən də bura. Göydən düşməmirsən ki, məscidin içində. Axı bir yolla gəl. Soruşuram səndən, hansı yolla gəldin məscidə? Yox, mən demirəm. Niyə axı, nə olub o? Eyni buna bənzir, əzizlərim. Yol olmalıdır, Qur'ana gedən bir yol olmalıdır, Peyğəmbərə gedən bir yol olmalıdır. Həmən yola deyirlər məzhəb, ərəbcə tərcümə eləsin, yox. İnci məzhəb sən demədin, yol. Mənim yolum Əhl-i Beyt yoludur. Yəni, Əhl-i Beytin vasitəsilə mən Peyğəmbərin dininə iman gətirmişim. İndi kimsə gedib başqası ilə gətirir də o özü bilər. İmam buyurdu ki, innəl məzhəbə səhih, doğru yol, indi bu Allah tanımaqdan danışır ağam. Ən doğru yolu nədir? Fit tevhid. Tevhiddə doğru yol nədir? Ma nəzələ bihil Qur'an min sifatillahi cəllə və az. İmam Sadiq əleyhissalam buyurur ki, tevhid üçün, yəni Allah tanımaq, Allahın təkliyi üçün ən düzgün yol Allahın öz sifətləri ki, Qur'anda nazil edib oldu. Yəni onun vasitəsilə tevhidi tanıyın. Allahın öz buyurduğu sifətlərlə Allahı tanıyın. Da özünüzdən adlar qoşmayın. O bəzi alimlər də var, məsələn, indi təzə də çıxıb bəzi Həzrəti Eşq. Sufilər bunların başını xarab eləyib. Qaba Allaha belə deyərdilər, eşq o sufilərdə var idi. Eşqə ibadət edirlər. İndi bizimkilər də başlayıb Həzrət Əliyə, eşqin ziyarətinə. Eşq nədir? Özündən nə ad qoşursan sən? Həzrət Əli, Həzrət Əlidir elə. Əli, Murtaza, Əsədullahil Qalib, Qalibi kulli Qalib, Əli ibn Əbu Talib. O ki gəlib hədislərdə Peyğəmbər necə adlandırıb, elə adlandır yine. Özündən nə adlar qoyursan sən? Həzrəti Eşq belə gəldi. Bunlar hamısı Mövlana Cəlaləddin Rumi olublar.
Olmaz belə. Allah özün necə adlandırırsa o cür. Peyğəmbər və ali peyğəmbər necə adlandırıbsa o cür. Sən nə bilirsən? Bəlkə o sözdə bir eyib var, nöqsan var. Bilmədən ya bilərəkdən ya bilməyərəkdən o eybi nisbət verərsən Allaha. Sən nə bilirsən? Ona görə istər bu Fars dilində olsun, istər Ərəb dilində, Azərbaycan dilində olsun, istər bu digər dillərdə olsun, bu sözlərdən çəkinmək lazımdır. İnnel mezhebe sahifit tevhid ma nazala bihil Kur'an min sifatillahi celle ve az. Tevhiddə ağa buyurur ki, doğru yol Qur'anda Allahın nazil olduğu sifətləri bilməkdir. Və la ta'uddul Qur'an. Ağa deyir, Qur'andan o yana keçmiyor. Yəni özünüzdən fətəzüllu ba'dəl bəyan. Qur'andan önə keçməyin bu ad məsələsində fətəzüllu ba'dəl bəyan. Çünki siz izah olunandan sonra, bəyandan sonra zəlalətə gedərsiniz, azğınlığa gedərsiniz. İmam Kazım əleyhissalam buyurdu, Səfavuhu bima vəsəfə bihi nəfsu. Allahı elə vəsf edin, özü necə özün vəsf edib. Yəni Allahı Quranda olan sifətlərlə. Və kəffu amma siva zalik. Bundan sonra, bundan başqalarından kəffu, yəni əl götürün. Yəni Quranda olmayan sifətlərlə Allahı sifətləndirməyin. İmam Rıza əleyhissalam buyurdu, İnnəl xaliqə la yusəf illa bima vəsəfə bihi nəfsu. Buyurdu ki, yalnız və yalnız Xaliq, yəni Allah, xəlq edən Xaliqimiz Allah, la yusəf, vəsf olunmaz, illa özün vəsf etdikləri ilə. Yəni, yalnız və yalnız özün vəsf etdikləri ilə vəsf olunar. Və ənna yusəfulləzi ta'cizul havas ən tudrikə, sırağa izah edir. Necə onu, o hisslərlə, o aciz olan, Allahı tanımaqda aciz olan hisslərlə necə vəsf eləmək olar, necə dərk eləmək olar? Vəl-əvham ən tanaluhu vəl-xətaratülləti tahudduhu. Siz öz düşüncəvizlə, təsəvvürünüzlə Allaha hədd qoyarsınız. Vəl-əbsar min ənil ihatəti bihi. Allah Taala'nı dərk eləməyə bəyadıdır, əhatə eləməyə gözlər acizdir. Əl-vasifuna və Taala amma yan'atuhu na'itun. Çünki Allah Taala onu vəsf eləyənlərin vəsfindən münezzəhdir.